Bugün İmam Hüseyin Aleyhisselam'ın gözünün nuru, bütün Əhl-i Beytin istəklisi olan Şibh-i Peyğəmbər Əli Əkbər ağanın mübarək mövlud günüdür. Əli Əkbər ağa elə bir şəxsiyyətdir ki, İmam Hüseyin Aleyhisselam onu meydana yola salanda dedi ki, "Qad bərədə aleyhim qulam, əşbəhün nas, xalqan, xulqan və məntiqən bi Rasulillah." İndi elə bir oğul meydana göndərirəm ki, insanların içində zahirən, əxlaqən və məntiqən Peyğəmbərə ən çox bənzəyən odur. Əli Əkbər ağa şəhid olanda dedi ki, "Ələd dünya ba'dəkəl əfa." Oğul, səndən sonra kül olsun bu dünyanın başına.